Ağcabədi şəhər Heydər Əliyev meydanında Novruz bayramına həsr olunmuş böyük bayram şənliyi təşkil olunub. Ümumrayon tədbirində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, təşkilat və müəssisələrin kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Öncə bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçirilir. Ağcabədidə yaşamış qədim tayfaların, onların adlarını yaşadan kəndlərdə qorunub saxlanmış adətlərin təqdimatı, ümumilikdə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən görüntülər, səslənən folklor nümunələri keçmişimizin mənzərəsini canlandırıb. Bahar qızla birgə faytonla meydana daxil olan Dədə Qorqud tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Sonra tonqal məşəli rayon rəhbərinə təqdim edilib və bayram tonqalı alovlandırılıb. Çıxış edən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarına təbrik edib, onlara can sağlığı, ruzi bərəkət, firavan həyat arzulayıb. Ümumrayon tədbirində gənc idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb. Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin məshəkələri tədbirdə xoş ovqat yaradıb. Bayram tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.